təcrübəli İsmailov. Valentiç. Qapı qarşısına ötürmə. Top İlqar Qurbanovu keçdi. Nizam Hacıyev. Təhlükəli hücum ola bilər. Nizam Hacıyevin ötürməsi. Və top toru yandan silkəlir. Ötürmə elə də uğurlu olmadı, amma bu aldadıcı hərəkəti yaxşı yerinə itirmişdi Nizam Hacıyev. Qol gözləyir Qəbələ azarkeşləri bu hücumdan. Qapı qarşısına ötürmə. İlqar Qurbanov topu uzaqlaşdırır. Cərimə meydançasından top itkisi Maksim Medvedev sol tərəfdədir. Maksim Medvedev hücuma qoşulur və indi ek hücumu təhlükəli ola bilər. Medvedevin ötürməsi sağ tərəfə Vüqar Nadirov topa çatdı. 3-ə 2-dir. İndi Qəbələ müdafiəçiləri arxaya qayıtdılar. Qapıya zərbə və nə baş verib burada? Hakim oyunu saxlayır. Maksim Medvedev. Qarşısındakı futbolçunu keçdi. Qapıya zərbə, top qapının üstündən keçdi. Təhlükəli zərbə idi. Vüqar Nadirov tərəfindən. Muharremdən əla hərəkət. Muharrem. Sürətli irəliyir sol cinahla. Yanında Dodo var idi. Richard Almeida. Ondan əvvəl Niyase. Hücum isə davam edir. Vüqar Nadirovun zərbəsi alınmadı. Təkrar zərbə. Bu dəfə top qapıdan aralı keçdi. Əvvəlcə sol, daha sonra sağ ayaqla qapıya zərbə indirdi Vüqar Nadirov. Qəbələnin hücumu. Daniel Subotic sol tərəflə oynayır, əla ötürmə, hesab açma olar, qapıya zərbə və Şehic. Ən real qol vəziyyəti qarşılaşmada 67-ci dəqiqədə qeydə alınır, top bu dəfə də qapıdan aralı keçir. Başqa bir rakustan Subotic yaxşı görmüşdü Ramanlı yollaşını, bu isə ondan sonraki epizod. Çumbinho irəliyir. İki futbolçunu arxada qoydu. Çumbinho. Qarabağın 3'ə 3 hücumu. Çumbinho. Topu xeyli kənara vurdu. Mənimlə razılaşarsınız. Bəli, rəqibimiz Barcelona'dır. Dinamo Moskva Qayrat görüşü olacaq digər yarım finalda. Hesab açıla bilərdi az qala bu vəziyyətdə. Leroy George'un baş zərbəsindən sonra top qapıdan aralı keçdi. Bu aralığında qeydə alınacaq bu yarışlar və müşkətmə mərasimi haqqında sizə məlumat verdim. Epizodun təkrarı ayrı-ayrı rakuslardan bizə təqdim olundu. Cərimə meydançası daxilində də Qəbələnin 5 oyuncusu var. Qapı qarşısına ötürmə. Qapıçı Şehic bu dəfə də səhvsiz oynayır və beləliklə Rəhim Həsənov oyunu bitirir.